Salam dostlar, hər vaxtınız xeyir olsun. Əgər sizin telefonunuza da reklamlar gəlirsə, yəni bezdirici reklamlar gəlirsə, bildirişləri gəlirsə və yaxud da ekrana birbaşa reklam gəlirsə, yuxarıda saniyələr gedirsə, onu necə bağlamaq olar, indi onu göstərəcəm. Çox sadə və rahat dildə izah edəcəm. Hər kəsin başa düşəcəyi dildə siz də bunu bu şəkildə reklamları bağlayıb bezdirici reklamlardan xilas ola bilərsiniz. İlk öncə videomu bəyənməyi və mənə dəstək olmaq üçün kanalıma abunə olmağı unutmayın ki, belə videolar paylaşdıqca sizin qarşınıza çıxsın. Əlavə suallarınız varsa aşağıda şərh bölməsində də yazmağı unutmayın. Nəysə, videomuzu uzatmayaq, keçək videomuza. Deyək ki, telefonun ekranına reklam gəldi, yuxarıda da saniyələr göstərdi və yaxud da yuxarıda bildirişlər gəlir, reklamlar gəlir, sizi bezdirir. Siz onu bağlamaq istəyirsiniz. Bunun ötürü, yəni bilmirsiniz də bunu necə bağlamaq olar. Ya kiməsə müraciət edirsiniz, ya səhəmsə bir mağazaya gedirsiniz, sizdən yalandan pul alırlar, yəni deyirlər ki, proqram yazılmalıdır, format olunmalı telefon. Buna qətiyyən ehtiyac yoxdur. Heç bir format eləmədən, içindəki şəxsi məlumatlar silinmədən bunu sizə göstərəcəm. Siz də buna baxıb özünüz də rahat bir şəkildə eləyə bilərsiniz. Bunun üçün nə edirik? Əgər reklam gəlirsə, ilk öncə internetimizi bağlayırıq. Hal-hazırda belə gördüyünüz kimi Wi-Fi-dirsə, Wi-Fi-mızı bağlayırıq. Wi-Fi bağladıqdan sonra, ya internet açıqdırsa, interneti bağlayırıq. Wi-Fi açıqdırsa, Wi-Fi bağlayırıq ki, reklam müvəqqəti dayansın. Və dayandıqdan sonra nə edirik? Dayandıqdan sonra dostlar, telefon ayarlarına giririk. Ayarları. Buradan qısa yoldan girək. Bax, gördüyünüz kimi bildirişlər gəlir. Telefonun ayarlarına daxil oluruq. Ruçkam tapmadım ruçkamı. Daha mən də məcburi belə əllə izah edəcəm. Çünki kobud da olsa yenə də göstərəcəm sizə. Deyək ki, telefon ayarlarına girdik. Hal-hazırda əlimdəki telefon Honor telefonudur. Bu sizdə Samsung da ola bilər, Redmi də ola bilər. Yəni hər hansı bir telefon ola bilər. Hamısına eyni yerdən baxılır. Telefon ayarlarına girdikdən sonra Azərbaycan dilindədirsə əgər, buradan proqramları tapırıq. Gördüyünüz kimi proqramlar var. Bu Redmi-də də, Samsung-da bütün telefonlarda eynidir. Proqramları tapırıq və proqramlara daxil oluruq. Burada yenə proqramları seçirik. Seçdikdən sonra gördüyünüz kimi burada bütün proqramlar, telefona yüklü olan bütün proqramlar burada mövcuddur. İndi nə edirik? İlk öncə gördüyünüz kimi belə oyunları, xoşumuza gəlməyən oyunları buradan silirik. Quraşdırmanı ləğv elə yazılır. Və bunu ləğv elədik. Sonra yenə bir başqasına, bunun üstünə belə klik edirik. Bütün proqramlara yenə quraşdırmanı ləğv elə. Samsunglarda aşağıda ola bilər dostlar. Yəni burada çaşmayın. Yəni burada da ola bilər, aşağıda da ola bilər. Sil var, sil də eləyə bilərsiniz. Quraşdırmanı ləğv elə də bilərsiniz. Yəni proqramları silirsiniz buradan. İndi deyərsiniz ki, bu proqramları telefonun öz ana menüsündən də silmək olur. Bəli, olur. Ancaq buradakı kimi daha dəqiq olmur. Həm də ki, elə proqramlar var, gedir ana menüyə düşmür. Yəni burada olur. İndi keçirik növbəti proqramımıza. Bunun üstünə belə klik edirik. Burada gördüyünüz kimi burada sil yoxdur. Çünki bu telefonun zavaskoy proqramıdır. Bu sil yoxdursa bundan narahat olmayın. Bu telefonun özünün üstündə olan hər hansısa bir proqramıdır, ya bir əməliyyat sistemidir. Yəni sil yoxdursa, deməli bu sonradan yüklənilən hər hansısa bir virus və yaxud da proqram deyil. Və keçirik növbətiyə. Biz harda, məsəl üçün keçirik bu proqrama, bunun üstünə belə klik edirik. Qeyri-aktiv elə. Gördünüz, bu da zavaskoy proqramdır. Yəni bunu silmirik, yəni silə bilmərik daha doğrusu. İndi keçirik növbətiyə. Bu qaydada bir-bir yoxlayırıq bunu. Burada qeyri-aktiv elə deyir. Yəni bu da zavaskoy proqramdır. Axtarırıq bu qaydada və növbəti buna keçid edirik. Gördüyünüz kimi bu proqram telefonun yaddaşında yoxdur və burada deyir ki, quraşdırmanı ləğv elə. Sizdə sil var. Əgər hansındasa sil gördünüzsə, onu silin. Sil yoxdursa narahat olmayın. Və buradan yenə quraşdırmanı ləğv eləyirik bu qaydada. Bu sonradan yüklənilən proqramdır. Bu qaydada axtarırıq xoşumuza gəlməyən hər hansı birini. Bunun misal üçün yenə quraşdırmanı ləğv elə. Ekrana, yəni biz hansından gəldiyini bilmədiyimiz üçün biz hamısını silməliyik. Şəxsi, yəni WhatsApp'dır, Instagram'dır ki, bunları silməyə ehtiyac yoxdur. Bunlardan reklam gəlmir çünki. Bu proqramlar alt sistemdə yüklənilən proqramlardır. Yəni bu proqramların çoxsunu biz menüdən görə bilmərik dostlar. Və yenə quraşdırmanı ləğv elə deyirik. Sizdə sil varsa sil verirsiniz. Yenə eyni qaydada silirik. Yenə bu qaydada axtarırıq. Belə növbəti bu qaydada qeyri-aktiv elə deyir. Yəni bu da zavaskoy bir proqramdır. Bu qaydada dostlar silə-silə gedirsiniz. İndi gəlirik Google Chrome-a.
Yuxarıdan gələn bildirişlər bezdirirsə sizi Google Chrome-a bu qaydada girirsiniz. Bu brauzerlərdir. Yəni internet axtarış sistemləridir, proqramlarıdır. Bura girdikdən sonra brauzerlərə çatanda bunu silə bilmirik. Bəs bunu nə edirik? Silə bilmiriksə, burada yaddaş bölməsi var. Bu yaddaş bölməsinin üstünə klik edirik bu qaydada. Buradan boşluğu idarə edin var. Sizdə də elə olasıdır. Bax, eyni qaydadadır burada. Bütün datanı siliverir və buradan ok veririk. Keşi təmizlə deyirik. Yenə eyni qaydada və keş də təmizlənmiş oldu. Brauzerləri bu qaydada təmizləyirsiniz. Yəni şəxsi başqa heç nə silməyə ehtiyac yoxdur. Və düşürük növbəti. Misal üçün baxırıq burada əlavə xoşumuza gəlməyən hansı bir proqram var. Əgər bilmiriksə ardıcıllıqdan başdan düşürük. Ardıcıllıqdan bütün proqramları bir-bir yoxlayırıq. Hansındasa sil varsa onu silirik. Yenə də deyirəm WhatsApp'dır, TikTok'dur, bunları silməyə ehtiyac yoxdur. Yenə Google gəldi. Bu da axtarış saytı. Bunun üstə klik edirik. Bu brauzerləri mütləq yaddaşın təmizləyin ki, yuxarıdan sizə bildirişlər gəlməsin. Yenə veriləri təmizlə deyirik. Silin veririk. Və gördüyünüz kimi təmizləndi. Həm də bu qaydada etdikdə telefonumuzun yaddaşı artır. Boş alan çoxalır. Bu proqramlar güncəlləndikcə, istifadə elədikcə telefonun megabaytı artır. Yaddaş megabaytı artdıqca bizim boş yerimiz azalır. Sonra da deyirik ki, niyə telefonumuzda çox şey yoxdur, ancaq telefonumuzun yaddaşı da olur. Belə proqramlar güncəllənir, istifadə olunur, yaddaşı böyüyür. Bu qaydada dostlar və növbəti gəlirik belə düzgün. Misal üçün, bunun üstünə klik edirik, gördüyünüz kimi. Bu alt sistemə yüklənilən proqramdır. Və yenə quraşdırmanı ləğv eləyirik, buradan silirik. Çünki bu telefonun üstündə gələn Zavaskoy proqramı deyil. Və buradan yenə baxırıq Android sistem. Bunun üstünə klik edirik. Gördüyünüz kimi belə bir alt sistem yüklənibdir. Bunun bizim telefonumuzun üstündə gələn proqramlardan heç bir əlaqəsi yoxdur. Və buradan quraşdırmanı ləğv eləyirik. Bu qaydada bir-bir yoxlayırıq dostlar. Yəni mən bunu dəqiq çəkib göstərirəm. Siz də biləsiniz. Hər hansısa bir mağazaya gedib aldanmayasınız. Yəni bəziləri deyir ki, proqram yazmaq lazımdır, format eləmək lazımdır. Telefonu bilirəm, çoxu boş-boşuna format atır. Ancaq buna heç ehtiyac yoxdur. Mənim göstərdiyim qaydada eləyin. Bütün reklamlardan, bezdirici reklamlardan bu qaydada azad ola bilərsiniz dostlar. Və növbəti qaydada düşürük aşağı, xoşumuza gəlməyən. Bəzən belə hava proqnozu kimi gəlir düşür. Gördüyünüz kimi bu hava proqnozu avtomatik gəlib düşür bura. Yəni telefonun üstündə olan hava proqnozu proqramı deyil. Bunu da bu qaydada silirik. Bu özü yüklənir. Bəzən deyirlər uşaqlar, nəm telefonu verdim uşağa, uşaq nəsə elədi, reklamlar gəlir. Xeyr, uşaqlarlıq bir şey yoxdur. Bu Androidlərdə bu bir ay ərzində inanırsınız o qədər telefon gəlir yanıma bu qaydada. Və mən də bir-bir təmizlik verirəm. Düzdür, pulunu alıram çünki mən də əziyyət çəkirəm. Ancaq siz bu videoya baxdıqdan sonra heç yerə getməyib, heç yerə pul verməyə də ehtiyac olmaz məncə. Hər halda sizə də bir 5 manat, 10 manat cibinizdə qalmış olar, həm də şəxsi məlumatlarınız silinməmiş olar. Bu qədər dostlar, bu qaydada bir-bir baxırsınız, yoxlayırsınız, kalkulyator, quraşdırmanı ləğv eləyirsiniz. Bununla heç bir narahat olmayın. Bu qaydada belə silə bilərsiniz. Ümid edirəm videom faydalı oldu, qaranlıq heç bir şey qalmadı. Bu qədər. Videom faydalı olsa, yenə də dostlar, videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşərik inşallah.